وذكر فإن الذكرى تنفع المؤمنين. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in, amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. En birinci özümə, öz nəfsimə, sonra da qardaşlarıma en birinci etmək istədiyim məsələ təbii ki, bütün nəsihətlərin, tövsiyələrin başında olan təqvadır. Çünki Allah subhanahu wa ta'ala fikir versə öz kitabında həm özündən qorxmağı, təqvanı bizə əmr edib, həm də tövsiyə edib. Ona görə də biz də en birinci etdiyimiz tövsiyə bu olmalıdır bizdə. Allah subhanahu wa ta'ala buyurur ki: وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ. Biz sizə də, sizdən əvvəl kitab verdiklərimizə də Allahdan qorxmağı tövsiyə eləmişdik. Başqa bir ayədə isə Allah subhanahu wa ta'ala buyurur ki: يَا اَيُّهَا الَّذ۪ينَ آمَنُوا اتَّقُوا اللّٰهِ. Ey iman gətirənlər, Allahdan qorxun. Fikir verin, Allah subhanahu wa ta'ala bu ayədə isə özündən qorxmağı əmr edir bizə. Deməli, Allah subhanahu wa ta'aladan qorxmaq səni seçiminə bıraxılmayıb. İstəsən qorx, istəsən qorxma kimi deyil. Allah subhanahu wa ta'ala əmr edib, tələb edib bunu səndən. Sonra isə əsas bugün xatırlatma etmək istədiyim məsələ İslamın en çox dəyər verdiyi məsələlərdən biridir. En mühimi də budur. Hansı ki, İslam dini onunla ayaqda dayanır. Hansı ki, o olmasa İslam dini qalmaz. O da aləmlərin Rəbbi olan Allah Azze ve Celle'yə dəvətdir. İslam bununla, dəvətlə ayaqda dayanır. Və bugün xatırlatma etmək istədiyim məsələ də budur. Hər birimiz dəvətçiyik və hər birimiz də Allahın yoluna özümüzdə olan elmin miqdarında dəvət etməliyik. O sadəcə elmlə məşğul olan kimlərinsə vəzifəsi deyil. Hər birimiz dəvətçiyik. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, məndən bir kəlmə belə olsa çatdırın. Ona görə hər birimiz dəvətçiyik, evimizdə en birinci, ətrafımızda, yaşadığımız məmləkətdə. Və istəyirəm ki, bugün də bu məsələyə bir başlanğıc edək və bu məsələ silsiləvi şəkildə istəyirəm ki, qardaşlarımızla bu məsələni təfsilatlı götürək. Bugün isə bu məsələdə götürəcəyimiz mövzunun başlanğıcı bu cürdür. Allah subhanahu wa ta'ala'ya dəvətin mühümliyi Allahın kitabında. Növbəti görüşlərimizdə Allahın müvəffəqiyyəti ilə götürəcəyi Allaha dəvətin mühümliyi sünnədə. Sonra isə onun hökmləri və bu kimi məsələlər. Və sonra isə onun gətirəcəyi xeyirlər. Bugün isə götürəcəyimiz mövzu Allahın kitabından olacaq. Allah subhanahu teala öz kitabında hansı məsələlərlə dəvətin mühümliyini bizə çatdırıb. Gəlin, bugün inşallah birlikdə o məsələyə toxunaq. En birincisi, Allah subhanahu wa ta'ala'nın kitabında dəvətin fəzilətinə, dəvətin mühümliyinə işarə edən məsələ nədir? Allah subhanahu wa ta'ala dəvəti öz öhdəliyinə götürüb birincisi. Və özünü bununla vəsf edib, dəvətlə vəsf edib. Fikir versəz, Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki, Vallahu yed'u ilə daris-salam. Allah salamatlıq diyarına çağırır. Fikir verin, yed'u. Allahu yed'u. Allah dəvət edir. Allah subhanahu wa ta'ala özünü dəvətlə vəsf edib burada. Və yəhdi mən yəşəu ilə siratin müstəqim. Və Allah istədiyin sirata, doğru yola yönəldir. Allah subhanahu wa ta'ala fikir versəz bu ayədə özünü vəsf elədi dəvətlə. Allah dəvət edir. Və bu da onu göstərir ki, dəvət nə qədər mühümdür. Və həmçinin Allah subhanahu wa ta'ala dəvəti özlərinə götürməyi nədən götürürük? Allah subhanahu wa ta'ala rəsullar göndərməyinə. Allah subhanahu wa ta'ala rəsullar göndərib ki, dəvət eləsin. Kitablar nazil edib ki, insanlar oxuyub hidayət olsunlar. Yəni, dəvət üçündür kitabların və rəsulların gəlməsi.
Birinci məsələ bu idi. İkinci məsələ Allah Subhanahu və Teala'ya dəvətin mühümliyinə işarə edən məsələlərdən Allah Subhanahu və Teala öz Resulü Muhammed sallallahu aleyhi və səlləmə əmr edib birbaşa ki, Allahın yoluna dəvət edə. Və bu da Allaha dəvətin mühümliyini göstərir. Nə qədər mühümdir ki, Allah öz Resuluna birbaşa əmr edib bunu. Fikir versəz, ayələrə nəzər salsaq, Allah Subhanahu və Teala buyurur ki, Ud'u ilə səbili Rabbik, Rəbbivin yoluna dəvət elə. Sadəcə diqqət etmək lazım olan məsələ nədir? Allah Subhanahu və Teala buyurur ki, Rəbbivin yoluna dəvət et. Amma bu dəvət necə olacaq? Məsələ odur. Bu dəvət necə olacaq? Allah Subhanahu və Teala onu bizim ixtiyarımıza buraxmayıb, seçimimizə buraxmayıb ki, kim necə istəyir o cür dəvət eləsin. Ona görə də dəvət təvqifidir. Quran və sünnəyə dayanır. Necə də o cür olmalıdır. İnsan özündən təzə bir şeylər kəşf eləməməlidir. Baxın, Allah Subhanahu və Teala ayənin davamında buyurur ki, əvvəlində buyurdu ki, Rəbbivin yoluna dəvət et. Necə? Bil hikməti vəl məv'izatil həsənə. Hikmətlə və gözəl öyüd nəsihətlə. Hikmətlə və gözəl öyüd nəsihət etməklə Rəbbivin yoluna dəvət et. Sonra isə buyurur ki, وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ və onlarla gözəl şəkildə mübahisə edin. Gözəl şəkildə. Lakin bir qeydi də toxanaq, çünki səhv anlaşılmasın. Bu sözlər aiddir inadkar olmayana. وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ onlarla gözəl mübarizə apar. Gözəl mübarizə kimə olunur? O kəslər ki, inad göstərmir batilin üzərində. O kəslər ki, təkəbbürlü eləmir. Amma təkəbbürlü eləyənə, inadkarlıq eləyənə batil üzərində onlara isə xitab başqa cürdür. Cədilhum billəti hiyə əhsən onlara tətbiq olunmur. Və qavluhu subhanə və Allah subhanə teala başqa bir ayədə buyurur ki وَدْعُ ilə Rabbik fikir verin. Necə öz Rasuluna əmr edir? Rəbbivin yoluna dəvət et. Sonra isə buyurur ki وَدْعُ ilə Rabbik başqa bir ayədə eyni xitabla وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ və müşriklərdən olma. Fikir verin, fərqli ayələr, hər birində də Allah subhanahu teala öz Rasuluna Rəbbivin yoluna dəvət etdir. Ona görə də hər birimiz dəvətçiyik və Allah subhanahu və teala'ya dəvət etməliyik. Fikir versək Allah subhanahu teala başqa bir ayədə Rasuluna nə deyir? Ya eyyuhel muddessir, ey bürünən, örtünən, qalx. Sonra buyurur ki, qum fəənzir, qalx və insanları qorxut. Rəbbivin yoluna çağır insanları. Və bu ayəyə fikir versəz, ümumən Allah subhanahu teala'nın dəvət ayələrinin hər birinə fikir versəz, Allah subhanahu teala dəvətdə metod qoyub və o dəvətin ixlaslı olmağını istəyib. Hər kəs özü istədiyi kimi etməməlidir bunu. Və həmçinin insan öz nəfsinə deyil, çağırdığı şeyi bilməlidir. Öz nəfsinə çağırmamalıdır. Mənim ətrafımda neçə faizdir? Mənim ətrafımda bu qədərdir say, filan kəsdə azdır. Bununla yox. İnsan bununla öyünməməlidir. Allah subhanahu teala buyurur ki, Əlhəkumut təkəsur. Çoxluqla öyünmək başınıza o qədər qatdı ki, hətta zurtumul məqabir. Hətta ölüb qəbirlərə getdiniz, ziyarət etdiniz qəbirləri. Subhanallah. Çoxluqla öyünmək həqiqətən də müsibətdir. İnsanın başını qatır. Və Allah subhanahu və teala'ya dəvətin mühümliyinə Allahın kitabından dəlalət edən üçüncü məsələ isə Allah subhanahu və teala öz Rəsuluna dəvəti mühüm edib, lazım edib ki, Rəsulun dəvəti olmalıdır. Baxın, Allah subhanahu teala buyurur ki, Ya eyyuhən nəbi, İnnə ərsəlnəkə şəhidən. Fikir verin, Rəsulunu necə vəsf edib? Üçüncü məsələ budur. Öz Rəsulunu dəvətlə vəsf edib. Fikir verin, ey nəbi, ey elçi, göndərilən, İnnə ərsəlnəkə, biz səni göndərmişik. Nə kimi göndərmişik biz səni? Allah öz Rəsulunu necə vəsf edir? Biz səni göndərmişik şəhidən, şahid olaraq insanlara, və mübəşşiran və müjdə verən və nəziran və biz səni qorxudan olaraq göndərmişik.
Növbəti ayədə dərhal Allah subhanahu taala sözünə davam edir və deyir ki: "Və da'iyan ilallahi biiznih." Və biz səni Allahın izni ilə Allahın yoluna dəvət edən olaraq göndərmişik. Dəvətçi olaraq göndərmişik biz səni. Və bu da onu göstərir ki, Allah subhanahu taala dəvət nə qədər mühümdür. Yenə deyirik, Allah subhanahu və taala'ya dəvət mühümdür. Öz nəfsivə yox. Çünki dəvət məqamı elə bir məqamdır ki, qardaşlar, orada insana fərqli fikirlər gəlir. İnsan onunla mübarizə aparmalıdır. Fikir verin, həmçinin insan bilməlidir ki, Allah subhanahu və taala'ya dəvətə müvəffəq olmusansa, əgər sən bugün Allah subhanahu və taala dəvət edə bilirsənsə və əgər sənin dəvətin dinlənilirsə, götürülürsə sənin dəvət elədiyin o xeyirlər insanlar tərəfindən qəbul olunursa, insan bunu özündən bilməməlidir. Dedik ki, hər birimiz dəvətçiyik. Bu sözlər hər kəsə aiddir. Sadəcə elm tələbəsi, elm əhlinə deyil. Bu sözlər hər birimizə aid. Hər birimiz dəvətçiyik. Fikir verin. Bilmək lazımdır ki, Allah subhanahu və taala'dan bu müvəffəqiyyət. Sən nəyəsə nail olmusansa, o səndən deyil. Allah subhanahu taala sənə onu əta edib. Bunu bilmək lazım. Çünki Allah subhanahu taala buyurdu ki, ayədə: "Və da'iyan ilallahi biiznih." Sən Allaha dəvətçi olaraq göndərilmisən. O dəvəti nə ilə edirsən? Allahın izni ilə. Allahın sənə izin verdiyi qədərin. Ona görə insan özündən bilməməlidir və insana təkəbbürlük gəlməməlidir. Bütün nemətlər nədir? Rəbbimizdən. "Və mə bikum min ni'mətin fəminallah." Sizdə elə bir nemət yoxdur ki, Allahdan olmasın. Hamısı Allahdan. Və dəvətdə ixlas olmalıdır. Sonra isə Allah subhanahu və taala'ya dəvət etməyin, çağırmağın mühümliyini göstərən 4-cü məsələ Quran-ı Kərimdən, Allah subhanahu taalanın kəlamından, qardaşlar, imkan varsa bu kimi məsələləri qeyd edin. Allah subhanahu taala dəvətin mühümliyi. Rəqəmlər nə deyilir? 1-ci məsələ, 2-ci məsələ, 3-cü məsələ, 4-cü məsələ. Qeyd edin, çalışın. Barakallahu fikum. 4-cü məsələ Allah subhanahu və taala dəvəti vacib edib. Və həmçinin qurtuluş yolunu dəvətdə qoyub, qardaşlar. Qurtuluş dəvətdədir. Dəvət edəsən, xeyri insanlara çatdırsan, şərdən çəkindirsən, qurtuluş oradadır. Allah subhanahu taala buyurur ki: وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ. Fikir verin, Allah subhanahu deyir ki, sizdən bir toplum olsun, onlar Allaha dəvət etsin. Sonra isə ayənin sonunda deyir ki, وَاُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Nicat tapanlar da, qurtuluşa çatanlar da Allahın yolunu dəvət edənlərdir. Onlardır. Ona görə də hər birimiz dəvətçi olmalıyıq. Bildiyi, eşitdiyin şəkildə çatdırmaqla məsulsan. İmam Əl-Ğəzzali rahimahullahın gözəl bir sözü var bu ayə haqqında. Bu ayənin hökmünü açıqlayır. Deyir ki, bu ayədə dəvətin vacibliyi var. Dəvətin vacib olması var. Allah subhanahu taala buyurdu ki: "Vəltəkum minkum ummetun." Qoy olsun sizdən bir toplum. Mütləq şəkildə olsun. Deyir ki, bu kəlmə də nədir? Onu göstərir ki, dəvət vacibdir. Dəvət vacibdir. Və həmçinin də ayədə gördük ki, nicat tapmaq, nicata çatmaq da bundan keçir, dəvətdən keçir. Və sonra isə Allah subhanahu və taala'nın yoluna, Allah subhanahu və taala'ya dəvət etməyin mühümliyini Quran-ı Kərimdə göstərən 5-ci məsələ, Allah subhanahu və taala elm verdiyi kimsələrdən əhd alıb. Səndə elm varsa bu o demək deyil. Hansısa bir tələbə 10 il oxumalıdır, ona o qəsd olunur burada. Əgər səndə 2 dənə hədis varsa, o hədisin mənasını düzgün şəkildə başa düşmüsənsə, elm əhlindən dinləmisənsə və o hədisə zidd əməllər görürsənsə insanlarda, gözəl şəkildə, hikmətli bir şəkildə o hədisləri çatdırmalısan. Məsulsan bundan. Hər kəsə aiddir dəvət çünki.
Və Allah subhanahu və teala bilmək lazımdır ki, elm verdiyi kimsələrdən kimə nə qədər veribsə o qədərini. Söz alıb ondan ki, onlar insanları Allah subhanahu və teala dəvət edəcək və elmi gizlətməyəcəklər. Baxın, Allah subhanahu və teala Quran-ı Kərimdə buyurur ki, وَإِذْ أَخَذَ اللّٰهُ مِيثَاقَ الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ Allah kitab verdiyi kəslərdən, yəni elm verdiyi kəslərdən əhd alıb. لَتُبَيِّنُنَّهُ fikir verin, əhd alıb ki, onlar dəvət edəcəklər. لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ İnsanları dəvət edəcəklər Allaha, o elmə və o elmi gizlətməyəcəklər. Allah subhanahu teala buyurur ki, Allah o kəslərdən əhd alıb. Kimlərə ki, elm verir. Nə qədər elm verilibsə sənə, o qədərinin əhdi var Allahla sənin aranda. Və ona dəvət edəməlisən. Və bu ayə də göstərir ki, Allah subhanahu və teala dəvət etmək hər birimizin borcudur və üzərimizə vacibdir. Çünki haqqı aşkara çıxarmaq və elmi gizlətməmək, daha doğrusu haqqı aşkara çıxartmaq vacib, elmi gizlətmək isə, qardaşlar, elmi gizlətmək, səndə olan elmi gizlətmək böyük günahlardandır. Böyük günahlardandır. Sonra isə 6-cı, Allah subhanahu və teala'ya dəvətin mühümliyinə işarə edən Quran-ı Kərimdəki, Allahın kəlamlarındakı məsələ. Allah subhanahu və teala hədəliyib o kəsləri ki, onlar elmi gizlədirlər, özlərində olan elmi gizlədirlər və insanları o elmə çağırmırlar. Allah subhanahu və teala həmən kimsələri hədəliyib. Və buna diqqətlə qulaq asın, qardaşlar. Bu, hamımıza aid məsələdir, hər kəs də buna görə diqqətli olmalıdır. Fikir verin. Allah subhanahu teala buyurur ki, İnnellezine yektumuna ma enzelna minel beyinati vel huda. O kəslər ki, bizim onlara endirdiyimiz ayələri, dəlilləri və hidayəti gizlədirlər. Min ba'di ma beyyennahu linnas fil kitab. Biz kitabda insanlara o haqqı bəyan etdikdən sonra, o kəslər ki, o elmi gizlətməyə çalışırlar, haqqı gizlətməyə çalışırlar. Ulaike yel'anuhumullah. Allah o kəslərə lənət edəcək. Lənəti var Allahın o kəslərə. Və yəl'anuhumul la'inun. Və lənət edə bilən hər kəsin lənəti var onlara. Subhanallahil azim. Əzəmətlidir. Səndə elm var, onu gizlədirsən, demirsənsə, münkəri görürsən, susursansa, deməli, ayədən pay var. Və hər kəs buna diqqət edəməlidir. Və fikir versəz, Allah subhanahu teala elmi gizlədən, Allaha dəvət etməyən kəsə lənəti olacağını dedi. Və necə ki, İbn Abbas radiyallahu anhu deyir, böyük günahları vəsf edir və deyir ki, 4 dənə əlamət sayır, deyir. Bu 4 əlaməti görsən, hansısa bir günahın sonunda ki, Allah subhanahu teala onunla yekunlaşdırıb o günahı, o əməl sahibinin cəzasını, bil ki, o böyük günahdır. O 4 şeydən biri də Allahın lənət etməsidir. Allah o günah sahibinə ki, lənət edəcəyini xəbər verib, artıq o böyük günahdır. Və elmi gizlətmək, dəvəti, haqqa dəvət etməmək də böyük günahlardandır. Ona görə də diqqət etmək lazımdır buna, qardaşlar. Və Allah subhanahu və teala'ya dəvətin mühümliyini bizə xəbər verən Quran-ı Kərimdə 7-ci məsələ, kim ki dəvəti tərk edir, Allah subhanahu və teala, yəni asilərin arasında yaşayır kim ki və onların asiliklərinə susur, onları dəvət edəmir, Allah subhanahu və teala nə deyir? Onları da hədəliyib. Allah subhanahu və teala bir ayədə buyurur ki, Lu'inəl-ləzīnə kəfəru min bəni İsrailə alə lisani Davuda. Fikir verin, 2 peyğəmbərin adı keçəcək. Və İsa ibn Məryəm. Davudun və Məryəm oğlu İsa'nın dili ilə o kəslərə lənət olundu. Kimlərdir o kəslər? 2 peyğəmbərin dili ilə lənət oxunur. Necə ki, Şeyx Salih Əl-Fovzan bu ayəni şərh eləyəndə deyir ki, kim ki münkəri görüb susacaq, ondan çəkindirməyəcək, bu 2 peyğəmbərin dili ilə olunan lənətə daxil olur. Subhanallah, əzəmətlidir.
bu iki peyğəmbərin dili ilə olunan, Bəni İsraildən olan kafirlərə olunan bu lənət o kəsə də aid olacaq. Və ona görə də məsələ mühümdür. Allah subhanahu və teala dərhal növbəti ayədə səbəbini açıqlayır lənətin. Fikir verin. Deyir ki, "Kanu la yetenahawna an munkarin fa'aluhu." Onlar bir-birlərini etmiş olduqları münkərdən çəkindirmirdilər. Bu lənət ona görədir. Bir-birlərini görürdülər münkər üzərində və o mənim dostumdur, bu əmidir, o dayıdır, bu qardaşdır, bu qonşudur, xətrinə dəyər, filan, peşman. Heç kəs bir-birini asiliklərdən, münkər olan şeylərdən nədir? Çəkindirmirdi. Və iki peyğəmbərin dili ilə onlara nədir? Lənət olundu. Və bi'sə mə kanu yef'alun. Allah Subhanahu deyir ki, onların etdikləri bu əməl necə də pisdir. Və bu da Quran-ı Kərimdə 7-ci məsələ idi mövzumuza. 8-ci Quran-ı Kərimdə Allah Subhanahu və Teala dəvətin mühümliyini göstərən 8-ci məsələ Allah Subhanahu və Teala əmr eləyib ki, döyüşə çıxarkən sizdən bir toplum qalsın, elmlə məşğul olsun. Fikir verin, hətta cihad vaxtı. Getməyin və bir toplum qalsın, mütləq şəkildə elm öyrənsin və sonra o qövm geri qaydanda onlara o elmi öyrətsinlər. Allah Subhanahu taala buyurur ki: "Və mə kânel mu'minûne liyenfiru kâffeten." Qoy möminlər hamılıqla birlikdə döyüşə çıxmasınlar. Subhanallahil azim. Hətta döyüş vaxtı belə deyir ki, Allah Subhanahu taala yenə də hamılıqla birlikdə çıxmayın. "Fələulə nefera min kulli firqatin minhum taifetun." Hətta hər tayfadan bir nəfər belə olsa Allah Subhanahu taala deyir ki, qalsın. Subhanallahil azim. Fikir verin elmin, dəvətin mühümliyinə. Bir nəfər belə olsun Allah Subhanahu deyir ki, mütləq qalsın. "Liyetefekkahu fi'd-din." Qoy dində fəqih olsun. Allahu akbar. Dini öyrənsin, dində fəqih olsun. "Və liyunziru qawmahum iza raca'u ilayhim la'allahum yahzarun." Və qövmü döyüşdən geri qayıtdıqda qoy o öyrənən, fəqih olan onlara haqqı çatdırsın, çəkindirsin. Ola bilsin ki, çəkinərlər, günahları tərk edərlər. Subhanallahil azim. Və bu da elmin, dəvətin nə qədər mühüm olduğunu göstərir. Və həmçinin bu ayədə elm əhlinin fəziləti var. Fəzilətini göstərir bu ayə. Elmin və elm əhlinin fəzilətini göstərir. Sonra isə 9-cu məsələ, inşallah onda dayanacaq. Çoxdur. Allah Subhanahu Taala'nın kitabında Allaha dəvətin mühümliyini göstərən fərqli istiqamətlər, əgər saysaq hamısını çoxdur. Onda inşallah dayanacaq. Allah Subhanahu Taala eşidib faydalanmağa müvəffəq etsin. 9-cu məsələ, Allah Subhanahu və Teala içərilərində Allaha dəvət edən kimsələrin olduğu toplumu Allah həlak eləməz. O toplum ki, onların içərisində hələ də xeyrə çağıran var, xeyri insanlara çatdıran var, Allah Subhanahu və Teala həmən toplumu həlak eləməz. Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur ki: "Və mə kânə rabbuka liyuhlikal qura bi zulmin və əhluha muslihun." Fikir verin. O qövm ki, islah qövmüdür, islaha meyillidir və yaxud da islah edənləri var aralarında, Allah Subhanahu və Teala onları zülmlə həlak eləməz. Və sonuncu məsələ də toxunacağımız, qardaşlar, Allah Subhanahu və Teala öz kitabında bildirib ki, bütün insanlar zərər içərisindədir. Bütün insanlar, bütün bəşəriyyət, hamısı zərər içərisindədir. Sonra isə o insanların içərisindən bəzi qrupları çıxardıb Allah Subhanahu Taala. İstisna eləyib zərərdən. Ziyan içərisində deyil yəni. Baxın Allah Subhanahu Taala buyurur, hamımızın bildiyi surədir, qısa surədir. Vəl asr. Allah Subhanahu Taala vaxtı and içir. Sonra buyurur ki: "İnnel insane lefi husr." Həqiqətən də bütün insanlar, istisnasız deyir birinci Allah Subhanahu Taala, hamısı zərər içərisindədir. Sonra isə Allah Subhanahu Taala bəzi kimsələri nədir? Bu zərərin içərisində istisna edir. Buyurur ki: "İllellezine amenu ve amilus salihat." İman gətirənlər istisnadır. Salih əməllər edənlər istisnadır. Sonra buyurur ki: "Və tevasav bil haqqi və tevasav bis sabr."
haqqı və səbri insanlara tövsiyə edənlər də istisnadır. Onlar ziyanda deyil. Deməli, xeyir içərisindədir. Və bunlarla kifayətlənək çoxdur. Qeyd etmək olar, sadəcə bununla kifayətlənək vaxt azlığına görə. Və sadəcə qısa olaraq, yekun olaraq biz bildik ki, hər bir müsəlmanın, hər bir möminin, Allah Subhanahu iman gətirən hər bir möminin üzərinə Rasul Muhammed sallallahu aleyhi və səlləmin bizə çatdırdığı bu risaləni digər insanlara da çatdırmaq hər birimizin üzərinə vacibdir. Madəm ki, haqqı bildin, o haqqı başqalarına da çatdırmaq üzərə vacibdir. Dəvətlə, elmlə və onları haqqa yönətməklə, gözəl, hikmətli moizələrlə. Allah Subhanahu Teala'dan istəyirəm ki, eşidib faydalanmağa hər birimizi müvəffəq etsin. Allah Subhanahu Teala danışdığımızda və dinlədiyimizdə hər birimizi ixlaslı etsin. Allah bizdən qəbul etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk. Amin, amin.